Salam aleykum əziz dostlar. Mən son vaxtlar görürəm ki, sosial şəbəkədə Səidə Bəkir qızı videolar bölüşür və insanlar da çoxlu cavab çəkir və internetdə, sosial şəbəkədə bölüşür. Mən də öz fikrimi bir vətəndaş olaraq bildirmək istəyərdim. Birincisi, məcbur köçkünlər. O haqda demək istəyərdim. Bu günləri siz bilirsiniz ki, dövlətin bir proqramı var. Dövlət xətti ilə insanlar geri öz torpaqlarına qayıdır. Hicab haqqında xanım deyir ki, bəs 21-ci əsrdə yaşayırıq. 21-ci əsrdə yaşamaq və müasir olmaq o demək deyil ki, hamı soyunmalıdır. Və Azərbaycan konstitusiyasında dini seçim azadlığı var. Hicab ümumiyyətlə təhsilə bir mane deyil. Üçüncüsü də demək istəyirəm ki, Səidə xanım, sizin bir videonuz var. Siz orada şəhid anaların haqqında danışırsınız. Mən bir qazi yoldaşı olaraq heç qəbul eləmirəm belə danışıqları. Portaldan hamımız keçməliyik. Gəlib çatmışıq posta. O Bərdədən keçirsən ha. Gəlib çatmışıq posta. Baxdılar ki, heç birimizin adı portalda yoxdur. Orada da birisi ki, xüsusi yoxlanılır. Şəhid analar başladı. Bizim oğullarımız can verib bu torpaq uğrunda. Ölmürsüz şəhid analarını buraxmırsınız. Bu millət... Belə baxdım, dedim, nə olub ay xanımlar? Biz şəhid analarıyıq. Dedim, nə olsun ki? Dedim, siz minanın üstünə cib ayağınızı basanda mina demirik. Bir də baxım, gəlib sən şəhid anasısan, yoxsa partladım səni. Özü erməni dilində deyirdim. Yoldaşım 44 günlük müharibədə iştirak eləyəndə özüm sosial şəbəkədə 3 il ərzində ermənilərlə tarixi debatları aparan adamım. YouTube kanalımda izləyə bilərsiniz. Bütün çıxışlar orada var. O zaman mən sizi görmürdüm televiziyada və yaxud efirlərdə və yaxud ermənilərlə debatlarda. Bəli, bu günləri bəzi problemləri bu ölkədə siz səsləndirirsiniz və bəzi fikirlərinizlə mən də razıyam. Amma o sizə əsas vermir ki, bu günləri və yaxud məcburi köçkünlər haqqında belə danışmaq və yaxud şəhid anaların haqqında belə danışmaq və yaxud hicab haqqında orada fikrinizi elə bildirirsiniz ki, sanki hicab geyinən bir xanımlar nəsə öz gələcəyini bağlayır və nəsə bir problem yaranır. Mən özüm 4 dildə danışıram və yenə deyirəm, 44 günlük müharibədə çox insanlar debatları izləyib. Bəli, onda mənim hicabım yox idi. Artıq 2 ildir mən hicab geyinirəm. Əlhəmdülillah bu günümə. Amma onu demək istəyirəm ki, bəzi insanlar bir həqiqəti deyirsə, o demək deyil ki, onun ardıyla insan istədiyini deyə bilər. Xeyr, siz şəxsən mənim dini hisslərimə toxunursunuz. Və bu heç xoşa gəlməz bir işdir. Bunu da unutmayaq ki, Azərbaycanın bayrağında yaşıl rəngi İslam mədəniyyəti simvolu deməkdir. Onu da unutmayaq və onu da unutmayaq ki, Azərbaycanda 90% yaşayan müsəlmandır. Kim nə geyinir, özü bilər. Məsələn, siz hicab geyinmirsiniz, sizə heç kim demir ki, siz başınızı bağlayasınız və yaxud niyə siz başınızı bağlamırsınız. Çünki o sizin şəxsi işinizdir və biz də, mən də xahiş eləyirəm ki, hicablı xanımlarla işiniz olmasın. Bu bizim dinimizə əsasən biz bunu edirik. Və kim dodaq dolğusu elədi, kim nə elədi, mən sizə çıxıb demirəm ki, efirdə, xanım, siz niyə burnunuzu əməliyyat eləmişsiniz? Siz də burnunuzu əməliyyat eləmişsiniz də, amma mənim nə işim sizinlə? O, hər kəsin öz şəxsi işidir. Həmçinin də hicab hər kəsin öz şəxsi işidir.